Salam, hər vaxtınız xeyir olsun. Əziz futbol azarkeşləri, deyil, futbol sevərlər, 10 yaşlarını ibarət Respublika çempionatı maraqlı bir qarşılaşmada bir yerdə. Hansı ki, bu görüşdə biz Ulduz və Avropa Futbol Akademiyası kollektivlərinizə görə hər iki komanda uğurlar arzu edək, güclü olan qalib olsun deyə ümid edirəm. Maraqlı məhsuldar oyunu şahidi olacaq. Meydana sol tərəfdə sağ formada Avropa Futbol Akademiyasının sağ tərəfdə ən formada isə Ulduz kollektivini görürük. Ulduzun ilk həmləsi sürətli başladı. Burada yüksək nədə qarşılaşma izləyicimizə müjdədir. Sinafdan indi rəqibin həmləsini izləyəcək. Bildirir ki, yan xətə məhz rəqib komanda top oyuna daxil etməlidir. Afton top hərəkətliyi qazanmalıdır. Rasim Rəfiyev. Cinaqdaşırlar öndə təzyiq etməyə başlayıb rəqib kollektiv. Ötürmələrlə top müdafiədən çıxararaq əks həmləyə çıxmağa cəhdlər edəcəklər. Ötürməsi isə burada keçmədi. Pas Abdullah, pas! Əhmədov Abdullah orada rəqibə təzyiq edirdi. Qarşılıqlı mübarizə izləyirik. Bir daha xatırladıq, 10 yaşlarına ibarət Respublika çempionatıdır. Məhz bu görüşdə biz Ulduz və Avropa Futbol Akademiyasının üz-üzə görürük. Hələ ki qarşılaşmada qolsuz bərabərliyi var. 3-cü dəqiqə oynanılır artıq. Standart vəziyyət, duran top şansı məhz Avropa Futbol Akademiyasına Abdullah qarşılamışdı. Ardında cəhdlər uzaqlaşdırmaq lazımdır. Kənan Babazadə rəqiblə mübarizə aldı. Referinin qərarı qapıdan zərbədən yönədir. Önçola qarşılamağa bacardılar. Əhmədov Abdullah topu komanda yoldaşı üçün buraxdı. İndi Ulduzun həmləsi bir ara ötürmək istəyir. Burada Kənandan qabaq rəqiblərin müdaxiləsi var idi. Qarşılıqlı mübarizə, uzaq məsafədən endirilən zərbə. Yusuf Rüstəmovun ifasında izlədik. Top qapıdan aralı keçsin. Bu demək olar ki, Ulduzun və ilk həmləsi idi. İstənilən halda nəticə hasil olmalı. Ümidək ki, növbəti dəfə bu epizodlardan birini qola çevirməyi bacaracaq Ulduz kollektivi. Kapitan, orada müdaxilə var idi. Rəqib oyuncular topu elə keçirməyi bacardılar. Təhlükəli bir həmlədir burada. Rasim Rəfiyev keçid vermir rəqibinə. Qapısını toxulma saxlamağı bacardı. Dəqiqələr ərzində də ki, rəqiblərini məyus etməyə nail olur. Rahatdan indi top oyuna daxil ediləcək. Qapısı nəzər altında top meydanı terk edir. Çöldən top yan torları silkələmişdi. Ötürmə ilə başladılar. Abdullah kapitanlı oynadı. Heç olsa da İnqilabda məhz 10 yaşlarından ibarət Respublika çempionatı bu görüşdə Ulduz və Avropa Futbol Akademiyası EFA üz-üzə gəlir. Xatırlatmasını bir daha edək. Rəqibin təzyiqi müdafiədən ötürmələrlə topu çıxarmaq istəyir. Rızaya doğru ötürmə. Rəqib qarşıladı. Orada bir təzyiq də var topu yenidən ələ keçirmək üçün. Abdullah rəqibini qabaqlamağa bacardı. Əhmədov Abdullah. Yusuf Rüstəmov. Ən geriyə Rasim Rəfiyev. Abdullah.
Şuraya. Diaqanlı ötürmək istəyib. Kənan Babazadə rəqiblə mübarizə aparıb Kənan. Hadi, ona, yaxşı. Bravo. Zan düşünsə də müdaxilə var idi Kənan. Rəqibin qabaqlarını top meydanda saxlamağa bacarırlar. Yenidən əmlə qurulacaq Ulduz adına. Kənan Babazadə. Молодец, bravo. Rəqib oyuncular top elə keçirdi. Abdullah orada özünü sipərdi, zərbəni qarşısını kəsməyə bacardı. Əhmədov özü indi topla bir qədər elədi cinahda. Komandalar götürmək istəyirdi. Təzyiq. Alişka. Referi bilir ki, yan xətdən top oyuna daxil etməlidir. Artıq altın top meydanı tərk etmiş. Yusif Qasımlı oradan mübarizə apardı rəqibi ilə. Bir zərbə cəhdi qapçı yaxşı oynadı Rasim Rəfiyev. Kesit vermir. Yeni gələnlər bizi bir daha xoş gördük, bir daha xatırladıq. Məhz son yaşlarda ibarət Respublika çempionatında bu görüşdə Ulduz və Avropa Futbol Akademiyası üzə gəlir. Qarşılaşmada elə ki qolsuz bərabərlik var. Hər iki komandanın məhsul olub, amma elə ki topu çərçivəyə yollama mümkün olmayıb. Xatırlatmasını bir daha edək. Rıza Abdullayev rəqiblə mübarizə apardı. Kapitan da əmləyə qatıldı, cinahdaşıdılar. Bizə bir qədər uzaqlaşdırmaq düşüncəsi idi. Rəqibin 3 nömrəli oyuncusu əmlə ilə yada qaldı. Rasim Rəfiyev, Abdullah Əhmədov. Top elə keçirməyə bacardılar. Diaqanlı ötürmək istəyir, ünvana çatmadı. Kapitan ötürmə vermək istəyirdi. Əhməd komandalaşlarının düşünsədə ötürmə ünvana çatmadı. Altdan rəqib komanda idi. Top hərəkətliyi qazandırmalıdır. Abdullah Əhmədov bəlkə də ötən dəqiqələr ərzində adına ən çox çəkdiyim oyunculardan biridir. Bütün epizodlarda yer alır. Kapitan rəqibə mane olmaq istəyirdi. Paralel ötürmə heç kəs yox idi orada. Topu çatmaq istəyib. O meydanda saxlamaq mümkün olmadı. Yan xətdən. Ədalət təmsilçisi yan xətdən topun oyuna daxil edilməsini istəyir. Referin gözündən yayamadı. Oyuncular, həkimlər barışmasalar da. Keyfdəsən, sən? Valla. Ay, sobayla yaxın oyna. Su. Yaxşı. Abdullah Əhmədov bir aldadıcı dönüş, Marsiya dönüşlə keçir rəqibidir. Geridən bir müdaxilə vardı, referi zəhnimizə vurdu, üstünlüyə buraxdıq. Top onlarda qaldığı üçün. Standart vəziyyət, qayda pozulmuşdu. Qapı qarşısını ötürmək istəyib. Müdafiə ilə müdaxiləsi. Yusuf Rüstəmov. Eski getmədən top meydandan çıxartır. Rəqib komanda top oyuna daxil etməlidir. Yusuf Rüstəmov rəqibini qabaqladı Yusuf. Rüstəmov önünə aldı ötürmə. Kənan, Rıza Abdullayev. Kapitanla oynadı. Mərkəzdə Ali Mahmudov. Ulduzun kapitanı da Ali Mahmudov. Burada bədəlli təmsil bildirir ki, qaydanı o pozub. İndi standart vəziyyət çox təhlükəli bir nöqtədən cərimə zərbəsi izləyəcək. Avropa Futbol Akademiyasından getirmələrindən. Qapıya doğru zərbə cəhdi və qapçı toxundan uzaqlaşdırmaq mümkün olmadı. 1-0 görüşdə tilsim qırılır. Avropa Futbol Akademiyası 1, Ulduz 0. Görək rəqibin buna cavab olacaqmı? Tez bir zamanda Ulduz oyuncuları rəqibə cavab verəcək. Təbii ki, Avropa Futbol Akademiyası UEFA da fərqi 2-yə artıraraq daha rahat mübarizə aparmaq üçün əmrlər edəcək. Kim istədiyinə nail olacaq.
Ali Mahmudov müdaxilə etdi. Rəqibin bir qədər dəriləməsinə imkan vermədi. Qıda ötürmə bir qədər səliqəsiz alındı. Qarşılıqlı mübarizə izləyirik. Diagonal ötürmə imkanına çatmır, uzaq məsafədə endirilən zərbə. Yusif rəqibin qarşısını kəsmişdi Ali Mahmudov. Rəqibini qabaqladı kapitan. Bravo, bravo, bravo. Qayda pozulmuşdu zənimcə, bəli. Referdə ədaləti bərqərar edir. Canan bırak ki, Canan. Bırak ki. Yusuf Rüstəmov. Rıza'ya bak. Yakşı. Aksın. Rıza Abdullayev. Bravo Ali. Kapitan dəbləyə qatılmışdı. Abdullah Əhmədov. Rəqibin təzyiqi var. İtirdi topu. Zərbə çatdı. Hər şey yaxşı qurtardı Ulduz adına. İkinci qola yaxınlaşır. Avropa Futbol Akademiyası. Rasim Bəfiyev. Rasim mərkəzə doğru. Abdullayev geri çəkilmişdi. Kənan Babazadə. Ali Mahmudov uğurladı bir ara ötürməsi. Uzunçular nəzarət altında top meydan tərkib üçün yan xətdən top oyuna daxil edildi. Ali Mahmudov, Abdullah. Abdullah Əhmədov rəqibin təzyiqi var. İkinci əmrədə səhvini düzəldir. Cinab oyuncu irələdi. Mərkəzə doğru bir ötürmə istəyib. Rızanı qabaqladılar. Əks əmrəyə imkan vermək olmaz. Diagonal bir zərbə. Biz altında kor nöqtədən zərbə izlədik. İki cavabsız qol. Zənimcə qırılacaq tilsim Ulduz komandası bir qədər əvəzləndirib, ümidləndirə bilər. Və geri dönüş comeback də izləyə bilərik. Amma görə həmin qolu nə zaman tapacaqlar? Bu arada Ulduz oyuncularında əvəz etmələr baş tutur. Rəvan, rəqibin üzərinə aşığadı. Uzaq məsafədə endirilən zərbə top qapıdan aralı keçir. Qapıdan zərbə. Bir qədər tələsir artıq Ulduz oyuncuları. Ən azından hələ ki fərqi minimuma indirmək üçün, ən azından tilsimi qırmaq üçün. Rəvan, Əmitzadə. Cinaqda ötürmək istəyən oyuncu var idi. Onlardan birini düşündü. Radzadə Əmədəlidir. Yaxşı Məhəmməd Ali. Osman çok eyle, istemiyor. Qabağına. Sık olsun. Yunus Əliyevin təzyiqi var idi. Referi qayda pozuntusu qeydə alır. Çaka düş. Yaman çık kabağa. Yaman çık kabağa. Yakşı. 1-2. Pas oyna. Pas oyna. Qarşılıqlı mübarizə izləyir Rəvan. Referi davam etmələrini istədi. Cinağa doğru ötürmə. Mərkəzə çevirdilər topu. Yunus'un zərbəsi. Təhlükə ələmləydi. Qapçının bir müdaxiləsi vardı. Mehmet Ali. Korner olacaq. Ulduz oyuncuları təzyiqi bir qədər artırdılar. İndi standart vəziyyət cərmə zərbəsi izləyəcək. Cərmə meydançasının dəvərində kifayət qədər Ulduz adına oyuncu var. Uzaqlaşdırma çəkdi. Burada bir müdaxilə, əks hücum da yarandı. Qapçını tərk edib. Zərbə çəkdi. Topu torlara yolladılar. Başla. Avropa Futbol Akademiyası artıq 3-cü qola imza atır. Üçün də eyni kəsən məhz komandanın 11 nömrəli oyuncusundan izləmişik. Ulduzun əmləsi. Müdafiə qabaqladı. Təkrar əmlə zərbə və qol. Axır ki onlar da tilsimi qırdılar. Həmin edək ki,
Osman Hüseynovun bu qolu komandasını bir qədər həvəsləndirəcək və arada gələcək. 1-3. Ulduz 1. Efa 3. Bırak. Bir qədər siz daha rahat başa düşəsiniz deyin. EFA və yaxud Avropa Futbol Akademiyası deyirəm. EFA idi adlandırmaq olar. Burada daha bir həmlə, burada müdafiəçilərlə qapıçının kombinasiyası zərbəni qarşısını kəsməyə bacardılar. Korner. Suya xatım, bəli. Referdə burada mənlə həm fikirdə korner yerinə yetiriləcək. Qapı qarşısına asmaydı bu. Osman Hüseynovdan müdaxilə var idi. Məsələn, komandası adına yeganə qolun müəllifi. Bir sürətli əkzum, bir əksərlər fərqi minimuma indirmək ola bilərdi, amma Rəqib bu standart vəziyyəti qola çevirməyi bacardı. 4-1 hesab arasındakı fərq. 3-ə yüksəlir yenidən. Qarşılaşmalarda 17-ci dəqiqə oynanılır. Bunu xatırlatmasını edək. Yunis. Lazzətlə bir qədər topla. Sanki çox oynadı. Adzizadə Məhəmməd Əliyev. Əhməd. Rasim Rəfiyev. Əhməd. Rəqibin təzyiqi var aldıcı cəhdlər. Bir qədər bu uzaqlaşdırmaq cəhdinə bənzəyirdi. Yunis, gel. Tez oyna. Əhməd. Yunis Əliyevin müdaxilə sonrası top meydana tərk etdi. Digər xəttin altdan top oyuna daxil edilməlidir. Oyna kimi. Yaxşı. Sağ. Əhməd. Cinata komanda yola götürmək istəyirdi. Bir qədər Vingerə doğru böyütürməkdir. Hansı ki Osman Hüseynov indi bəhsi gedən oyuncu yerdə qaldı. Efirdə bir baxış atır, amma ədalət təmsilçisi bir qayda pozuntusu olmadığını bildirdi. Bu da sürüşmə fəndi çox yerində. Cəfərli Cahangir müdaxiləyə də qalmışdı. Ədalət təmsilçisi daha geridən və yerindən yerinə yetirilməsini istəyir. Outun. Bir daha xatırladaq, Ecevazan inqilabda 10 yaşlarına ibarət Respublika Çempionatında bu görüşdə Ulduz və EFA, yəni Avropa Futbol Akademiyası üz-üzədir. Görüşdə EFA-nin 4-1'lik üstünlüyü var Ulduz önündə. İştiraf eləmə. Revan. İtirdiyi topu yenidən qazandı Əmidzadə. İki nəfər də aldatma bacardı Yunis. Bir ara ötürməsi biri qədər dərk alınır. Sanki bu ötürmə izafi güclə edilmişdi. Düşüncəsi yaxşı idi. Osman Hüseynov düşünmüşdü Yunis. Müdafiə daha inamlıdır. Ulduz oyuncular pressing edirlər. Osman Hüseynovun təzyiqi vardı. Cinayət aşıdılar. Revanın müdaxiləsi qarşılıqlı mübarizə izləyirik. Revana qarşı qayda pozulub. Göz başla. Osman'a bak. Əhməd. Adzizadə. Məhəmməd Əliyev. Məhəmməd Əliyev bir rəqibini aldatdı. Bu da ikinci. Topla irələdi. Önü də boş qoydu. Məhəmməd Əliyev. Yunis. Etsədə. Topu çərçivəyə doğru istiqamətləndirə bilmir.
İrəmlə yeni cəhət. Zərbə dirəyə dəydi. Bir qədər də şans Ulduzdan yanaydı. Əhməd. Komanda yoldaşlarının hərəkətlənməsi istədi. Uzun bir ötürmə gələcək kimi görünür. Osman Hüseynov 2 nəfərin ahitəsindən topu çıxarmaq istəyirdi. Osman bir halda zəht top əllədi ondadır. Bir qədər sola meyləndi. Burada daha bir rəqibini yola salmağa bazar Osman. Sanki ayağına yapışıb aldadıcı cəhdlər izlədik ondan. Rəvan Əmidzadə yerdə qalır. Qayda pozulub. Çobudluq var idi. Standart vəziyyət. Təhlükəli bir nöqtədir. Yavaşı qapını da düşünmək olar. Kifayət qədər komanda yoldaşı da cərimə meydançası daxilindədir. Deyəsən 2 nəfərdən ibarətdə zanlı sədi qurulacaq. Rəvan Əmidzadə birbaşa topu qapıya yönəldə bilər. Ara istədi, ara deyil. Asimetrindəndir. İşarə gəldi. Rəvan qapıya doğru. Top skoçisi. Yürüsünüz başla. Toxunuş da vardı. Bu arada yerdə qalan oyuncu var. Referin gözündən yayınıb bu. Bəli, indi saxladı görüşü. Osman Hüseynov yerdə qalıb. Tibb işçilər də yaxındır. Qapı arxasında gözləyirlər, amma hər şey yaxşı görünür. Osman artıq ayağa qalxdı. Amma bərpa olacaq, bəli. Altın top ayağına daxil edildi artıq Əhməddir. Bir qədər kör təbii ötürmə alındı. Hacızadə Məmmədəli, Rəvan Əmidzadə. Qarşılıqlı mübarizə izləyirik. Rəvan rəqibinin qarşısını kəsmişdi Cəfərli Cahangir. Qazanmaq istədi. Bəsim Rəfiyev, Əhməd. Bir yer səliqəsi götürməkdir, buna rəğmən top komanda yoldaşında qalır. Cahangir. Refer out'un işarə edir. Yaxətə bəli, məsələ inadlı komanda. Ulduz oyuncuları top oyuna daxil etməlidir. Əhməd. Osman Hüseynov. Sevirə bilsə, komanda yoldaşına çatdıra bilsə, təhlükəli bir əmlədə izləyə bilərdik. Ayağımızda top qaldı. Rəvan Əmidzadə əzmkarlığı ilə bəklənir ötən dəqiqələr ərzində. Cahangirli, Rasim Rəfiyev top meydanda saxladı. İndi məhz meydanı tərk edir. Korner. Standart vəziyyət. Bu səfər EFA adına. Rəvan arxanda. Osman top meydandan çıxardı, Enizatdan və yenidən. Üçüncüdən zərbə izləyəcək bir daha xatırladıq. 10 yaşlarına ibarət Respublika çempionatında bu görüşdə EFA, Avropa Futbol Akademiyası və Ulduz kollektivləri üz-üzədir. Görüşdə EFA-nin 4-1'lik üstünlüyü var Ulduz önündə. İlk hissədə son əmlələr, son zətlərində dəqiqə yarım təxmin olaraq vaxt qalıb. Osman Dəcə yaxşı görünür, mübarizəyə davam edəcək. Korner. Bu qarşısına yaxın güncə bir düşüncə, yenidən Osman. Artıq 3-cü güncdən zərbədir, Enizatdan yerinə yetiriləcək. Ortaya. Sürətli bir əks zoom elə fərqi bir qədər azaltmaq olar. Başla zərbə cəhdi. Bu standart vəziyyətdə qola çevirməyi bacardılar. Görünür ki, fasiləyə Avropa Futbol Akademiyası üstün tərəf kimi yollanacaq. Ən azından fərqi bir qədər azaltmaq olar. İkisi də son dəqiqədə bunu xatırlatmasını edək. Əhməd cinağa daşıdı topu. Cahangirli. Rəvan Əmidzadə rəqibin üzərinə şıqadı Əhməd. Cinağa Yunus ötürmək istəyirdi. İndi məhz onu düşünə bilər. Bir anla müqaməti itirdi, amma rəqibin müdaxiləsi yoxdur. Yunus. Mübarizə davam edir. Yunus. İndi bir ara ötürməsi.
Rəvan. Zəfərli Cahangir var idi oynayanda. Mən son ötürmə vermək istəyirdim. Dalton Cahangir top oyuna daxil Rəhmət Əhməd. Bir ara ötürməsi. Orada Yunus'a top satsaydı çox fərqli bir senari izləyə bilərdik. Korkma. Əhməd Əlinin pressingi var idi. Osman Hüseynov. Bu ikisi də son əmləd son cəhd oldu. Avropa Futbol Akademiyası fasilə 5-1 hesablı öndə yollanır. Rəqib Ulduza önündə. Kaça Reva. Caga kaça gel. Tez. Heç Ralmur fasilədən sonra yenidən bir yerdəyik.